Salam dəyərli Cəbhə TV izləyiciləri, hər birinizi xoş gördük. Yenə də ənənəmizə uyğun olaraq həftəlik proqnozlarla qarşınızdayıq. İlk öncə bildirim ki, kim oruç tutursa, kim ibadət edirsə bu mübarək Ramazan ayında Allah oruçlarını qəbul eləsin, verdikləri iftarı savaba yazsın, etdikləri duaları, ibadətləri də qəbul eləsin inşallah. Bu həftə maraqlı həftədir, şirin həftədir, çox zəngin həftədir. Əvvəla Novruz bayramı gəlir. Axır çərşənbə, yəni bayram axşamı və Novruzun gəlişi, yazın gəlişi bərqərar olacaq. Planetar quruluş yerini dəyişəcək. Günəş martın 20-sində səhər saat 10:03-də, 10 deyək təxminən, səhər saat 10-da artıq Qoç bürcünə daxil olacaq və yaz fəsli başlayacaq. Bu da öz-özlüyündə çox əlamətdar hadisələrlə zəngin olacaq. Və keçək ayrı-ayrı zodiak işarələrinə, görək konkret olaraq nələrdən bəhs edilir, proqnozlar necədir. Qoç bürcü, biraz öncə dediyim kimi, sizin bürc bu həftə başlayır. Ayın 20-sində səhər saatlarında deməli hamıdan güclü, şanslı və enerjili olacaqsınız. Belə olanda adətən deyirik ki, sizə heç bir zərər dəyməyəcək. Sadəcə 20-sinə qədər olan dövrdə diqqətli olmalısınız, enerji toplamalısınız ki, sizə münasib dövrdə hərəkətə keçəsiniz. Martın 20-sində və 21-də iştirakçı olduğunuz bütün proseslər ürəyinizcə olacaq, xüsusilə də bu bayram günlərində. Amma artıq insanlarla münasibətdə redaktörləri sürətləndirmək lazımdır, seçim eləmək istiqamətində. Boğa bürcü. İxtiyarınızda kifayət qədər təzadlı bir müddət durur. Proseslərin inkişafı gah müsbət, gah da mənfi istiqamətə səmt ala bilər. Bu səbəbdən də bələd olmadığınız şəxslərlə işbirliyi yaratmaqdan, uzaq yola çıxmaqdan, riskli pul sövdələşmələrində iştirak etməkdən vaz keçin. Martın 19-da isə səhhətinizi qoruyun. Əkizlər bürcü. Gök qübbəsi yuxusuzluqdan, həmçinin iştahsızlıqdan geri qaldığınıza görə şikayətçidir. Bunun qarşısını almaq üçün bütün qüvvənizi səfərbər etməlisiniz. Çünki insana ən çox zərər vuran yuxusuzluq və iştahsızlıqdır, qida. Əgər hansısa uğursuzluqla rastlaşırsınızsa, bunun səbəbini başqalarında deyil, özünüzdə axtarın. Bu aralıqda əlinizə düşən pulları boş məsrəflərə xərcləməyin. Ayın 18-də mübarək yerlərə getməyiniz yaxşı olar, axır çərşənbədir. Yəqin ki, müqəddəslərə dəymək, ailə üzvlərinə, yaşlılara dəymək böyük savab olar. Xərçəng bürcü. Martın 19-una qədər mübahisə və konfliktlərdən, eləcə də yeni işlərə başlamaqdan vaz keçməlisiniz. Ola bilsin ki, iş yerində və ya qonşuluq münasibətlərində də gərginlik hökm sürsün. Sonraki günlərdə, yəni 19-dan sonraki günlərdə isə qarşınıza qoyduğunuz ideyaların reallaşmasında hər hansı bir çətinlik çəkməyəcəksiniz. Gələcək büdcənizi rahatlamaq üçün əhəmiyyətli sövdələşmələrdə iştirakınız labüdləşəcək. Şir bürcü. Bu aralıq bürcünüz üçün ciddi seçim ərəfəsi olacaq. Yol ayrıcında qalmağınız yetər. Gələcəyinizi, taleyinizi düşünürsünüzsə konkret addımlar atın. İnsanlarla küsüləri bir kənara atın. Bu bayram ərəfəsində, bu bayram günlərində konfliktlərə getməkdənsə qarşılıqlı münasibətləri mülayimləşdirmək daha sərfəlidir. Onsuz da sidq ürəklə dost deyib çağırdığınız adamlar çox deyil, azdır. Qız bürcü. Bütün vacib iş və planlarınızı martın 20-sinə qədər həyata keçirməyə çalışın. Çünki həftənin məhz bu hissəsi ümumi işlərinizdə aktivlik mərhələsi olacaq. Ulduzlar daşınmaz əmlak alış-verişindən uzaq olmağınızı məsləhət görsə də, biznesin digər sahələrində uğurlara yaxın olacağınızı bildirir. Şənbə günü də səhhətinizə diqqət edin. Tərəzi bürcü. Ulduzların düzümü çərşənbə gününə qədər ümumi işlərinizdə passivlik hökm sürəcəyindən xəbər verir. Çox güman ki, bu Novruz bayramı ilə əlaqədar olacaq. Həmin günlərdə yeni müqavilə və təkliflərdən boyun qaçırmalısınız. Sonraki müddətdə isə planlarınızın əksəriyyətini qaydasına salmağı bacaracaqsınız. Əqrəb bürcü. İxtiyarınızda olan bu aralıqda hansısa ciddi uğurlar yaxud da uğursuzluqlar gözlənir. Yəni sabit bir dövrdür. Xüsusən də ayın 18-də və 20-sində, yəni axır çərşənbə günü, bayram axşamı günü çalışın daha müsbət, sevdiyiniz adamların arasında olasınız, onlarla baş-başa qalasınız. Yaxşı olar ki, belə ulduzlara qulaq asıb
bu aralıqda pul məsələlərini də qabartmayasınız. Çünki istəsəniz də, istəməsəniz də bu həftə qeyri-adi gəlir əldə etmək imkanınız yoxdur. Oxatan bürcü. 20-22 mart aralığında bəzi qalmaqallı proseslərlə üzləşə bilərsiniz. Cəhdlərinizin boşa çıxması, müəyyən sövdələşmələrin tam istədiyiniz kimi olmaması, biraz da səhhətlə bağlı narahatçılıq bu bayram günlərində ovqatınızı aşağı eləyə bilər. Ona görə də düşünürəm ki, işgüzar məsələlər qırağa qoyub 20-22 xüsusən də ən belə deyim qızıl dövrüdür bayram günlərinin. Həmin dövrdə istirahət eləyəsiniz, nəhayət ki, beyninizi dincəldəsiniz. Digər günlərdə isə, yəni 20-22 günlərindən kənarda isə qarşılıqlı münasibətləriniz ideal səviyyəyə qalxacaq. Oğlaq bürcü. Martın 19-unu və 20-sini nəzərə almasaq, həftənin qalan günlərini ürəyinizcə olacaq. Amma gərək necə deyərlər, bir əldə iki qarpız tutmayasınız. Çalışmalısınız ki, reallığa uyğun hərəkət edəsiniz. Ulduzlar qarğış və söyüşlərdən uzaq olmağı, falçı və cadügər yanına getməməyi məsləhət görür. Çünki indi sizin ruhi saflaşma prosesinizdir və gərək Tanrıya xoş getməyən addımlardan yayınasınız. Su tökən bürcü. Xırda mübahisələri nəzərə almazsa, bu həftə sizin üçün normal bir zaman kəsiyi olacaq. Ədalətsiz insanları görəndə, haqsızlığın şahidi olanda üsyankarlıq göstərməyin. Əksinə, təmkin nümayiş etdirməklə öz ideyalarınızı tədricən onların beyninə yeridin. Və həmişə dediyim kimi, dünyanı heç kim düzəldə bilməyib, fərdi qaydada. Siz də düzəldə bilməyəcəksiniz. Ona görə birinci özümüzü, ətrafımızı düzəltməliyik. Balıqlar bürcü. Ötən həftə ilə müqayisədə martın bu ərəfəsinin sizə əhəmiyyəti böyük olacaq. Baxmayaraq ki, bir neçə gündən sonra bürcünüz də yerini dəyişir. Yəni, günəş sizin bürcü tərk eləyir, estafeti Qoç bürcünə verirsiniz. Amma buna baxmayaraq gün, bu həftə sizin üçün ideal bir həftədir. Böyük əhəmiyyət kəsb edən həftədir. Belə ruh yüksəkliyinin yaranması ətrafınızda olanların sizi anlaması ilə əlaqədardır. Çoxsaylı işgüzar görüşlər, perspektivli və yeni əlaqələr istər fəaliyyət zəminində, istərsə də qarşılıqlı münasibətlərdə sizə böyük səmərə verəcək. Amma hər şeydən əvvəl sağlamlığınızın da qayğısına qalmalısınız. Məndən də bu qədər. Diqqətinizə görə sağ olun, kanalımıza abunə olmağı unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.